İndi isə gəlin biraz çətin testlərə baxaq. 108-ci testdə, ümumilikdə bu testlər nouns ismə aiddir. Ted and Jane are my, Ted və Jane mənim qardaş oğlu və qardaş qızımdır. Doğru cavab A'dır. B-də səhvlik ondadır ki, burada həm oğlan və qızdan söhbət gedir. B ona görə səhvdir. C də qardaş qızıdır. Yenə də burada oğlan 2 nəfərdən söhbət gedir. Uncles əmilər deməkdir. Aunts da xalalar deməkdir. Yenə bayaq dediyim kimi qadın və deməli kişidən söhbət getdiyi üçün cavab A variantıdır. Sonra 109-da baxırıq. 109-da it was the only ring that I liked deyir ki, bəyəndiyim yalnız o həmin üzük idi. Burada yadımızda saxlayaq ki, the only-dan sonra istər sayılan, istər sayılmayandan sonra heç vaxt kəmiyyət bildirən sözlər gəlməz. Yəni Y variantı. Sonra bu kitab istəyənlər üçün göstərirəm. Bu kitabdır. İstəyən olsa alıb istifadə edə bilər. Müəllimlər üçün və yaxud da şagirdlər üçün də istifadə olunur. Bu testə baxaq. Biz belə bir qayda keçmişdik ki, ismin yerli çalı cansızlara aid edildikdə ofdan istifadə olunur. Bizim A variantımız düzdür. Sinif otağın divarları. Sinif otağın divarları. B variantında səhv ondadır ki, apostrof S. C variantında S apostrof, yəni bilirsiniz də bunlar canlılara aid edilir. D variantında səhv ondadır ki, wall, classroom demişdik ki, sinif otağın divarları. Bax A variantındakı kimi. Y variantında da yenə də S-dən sonra apostrof verib, yəni səhvlik bundadır. 111-ci testə baxıq. Deməli, bizdən düzgün variantı istəyir. 111-də birinci testə baxırıq ki, A variantında baxırıq ki, this police car, yəni polisin maşınından söhbət gedir. Xəbər də təkdədir, A düzdür. Bu polis maşınları olmalı idi. Burada cəmlənib. Burada olmalı idi, yəni this, yəni təkdə olanı. C variantında da eyni ilə bunun those, yəni uzaqda olanı göstərmək üçün işlədilir. D variantında Z-lə over here uyğun gəlmir. This olsaydı over here uyğun gələrdi. Y variantında da this police, yəni cəm maşınlardan söhbət yox, bir dənə maşında, polis maşınından. Görürsünüz, burada da xəbər təkdə verilib. Police car was. Sonra gəlirik 112-yə. Mənim şalvarım köhnədir, yenisini almalıyam. Cəmdə olduğu üçün deməli, burada xəbəri də nə götürməliyik? Xəbər cəmdədirsə, new pair uyğun gəlir. Yəni, yenisini, yeni bir cüt birini də cəmdə olduğu üçün. B variantında səhvli ondadır ki, a pair of trousers olmalıydı. C ilə D-də səhvli ondadır ki, cəmdədir. Burada a new one, burada a new ones olmamalıydı. Yəni, cəmlənməməlidir. E-də də səhvli ondadır ki, a new pair olmalıydı. Yəni, bunun qarşısında e artiklı yoxdur. Üçüncü testə baxaq. Wood burada taxta mənasındadır və həmişə sayılmayan isimdir. Xəbərdə təkdə olur. A düzdür. B ona görə səhvdir ki, təkdə sayılmayandırsa ar gələ bilməz. C ona görə səhvdir ki, ağac özü-özünü istifadə edə bilməz. D variantında ar yox, iz olmalıydı. Y-də də, yəni D ilə Y ona görə səhvdir ki, yəni ağacdan istifadə olunur. Yəni ağac özü-özünü istifadə edə bilmir. Cavab burada A bəndi, is used.